Pişəndən sonra, hər iki tərəfi qızarandan sonra üçbucaq kəsirik. Bu bir pors olaraq beləncə gedir. Yanında dediyim kimi guacamole, smetan, tomato salsa. 3 dənə sos gedir. Meksika mətbəxi acı olduğuna görə Meksikanlılar ümumiyyətlə çox yeməklərin yanında smetan eləyirlər ki, smetan o acılıq olur. Mən düzdür, çox acılı eləməmişəm, çünki hamımız Azərbaycanlıyıq da burada. Xarici vətəndaş yoxdur. Bir dənə qaşıq ver oradan, mənə zəhmət olmasa. İndi mən yanına qoymuram, üstünə vururam. Götürün hamı, beləncə üstünə qoysun. Yaxsın, yesin, dadına baxsın, qiymət versin. Yox, ehtiyac yoxdur, yəni ümumiyyətlə deyirəm. Baba vurdun üstünə, götürdün, yedin. Bu şəkildə götürün, yiyin, dadına baxın.